rezonans qanunu. Çox güman ki, hamınız cazibə qanunu haqqında eşitmisiniz. Yəni, nəyi düşünsən, onu da həyatına çəkərsən. Amma əlimizdəki material Pierre Frank'ın kitabından bir xülasədir və o bu ideyanı bir addımda irəli aparır. Söhbət sadəcə nəyisə arzulamaqdan getmir deyəsən. Tamamilə fərqli bir mexanizmdən bəhs edir. Bəli, və bu mexanizmin, necə deyim, təməlində çox güclü bir fikir dayanır. Kainat sizə istədiyinizi vermir, sizə olduğunuz şeyi verir. Bir dəqiqə, bu cümlə çox önəmlidir. Yəni, kainat olduğumuz şeyi verir. Tam olaraq, başqa sözlə, o sizin arzularınızın siyahısına və ya sifarişlərinizə baxmır. O sizin kimliyinizdən, daxili vəziyyətinizdən yayılan o tezliyi, yəni vibrasiyanı oxuyur və ona uyğun olanı da geri qaytarır. Bu sadəcə bir istək deyil, kimliyin reallığı. Formalaşdırması ilə bağlı bir söhbətdir. Bəli, bəli. Gəlin bunu biraz açaq. Deməli, o məşhur cazibə qanununun əsas sualı mən nə istəyirəm kimidir. Daha çox pul, daha yaxşı iş, daha gözəl münasibət, siyahı beləcə uzanıb gedir. Amma deyəsən, rezonans qanunu deyir ki, bu sualın özü bir tələdir. Dəqiq elədir. Çünki mən istəyirəm cümləsinin altında gizlənən mesaj nədir? Məndə bu yoxdur. Bəli, məndə bu yoxdur. Siz zehninizlə bolluq istəyərkən bütün varlığınızla yoxluq siqnalı göndərirsiniz. Rezonans qanunu isə fərqli bir sual verir. Mən hansı haldayım? Mən hansı kimliyi daşıyıram? Bax, bütün fərq bu sualdadır. İnsanların çoxu o istəyirəm amma olmur döngəsində ilişib qalır, çünki istəkləri ilə daxili vəziyyətləri arasında dərin bir uçurum var. Bu, kimlik məsələsi biraz, necə deyim, abstrakt səslənir. Yəni, bir insan sabahdan mən uğurlu biriyəm deməyə başlasa, bu həqiqətən işə yarayır. Çox insan bunu sınayır, amma nəticə əldə edə bilmir. Mənbədə bu kimliyi geyinmənin sadəcə təsdiqləmə cümlələrindən fərqli, konkret addımları varmı? Əlbəttə. Və bu, məsələnin ən vacib hissəsidir. Söhbət sadəcə güzgünün qarşısında cümlələr təkrarlamaqdan getmir. Müəllif 3 mərhələli çox praktik bir proses təklif edir. Və bu prosesin başlanğıc nöqtəsi çox təəccüblüdür. Hə. O, almaqla deyil, verməklə başlayır. Bir dəqiqə, deməli arzuladığım bir şeyə çatmaq üçün ilk addım onu kiməsə verməkdir. Bu biraz ziddiyyətli deyilmi? Məsələn, daha çox pula ehtiyacım varsa, pulumu xərcləməliyəm. Gözəl sualdır. Vermək burada mütləq maddi bir şey olmalı deyil. Söhbət, enerjinin axın istiqamətini dəyişməkdən gedir. Fokusunuzu mən nə ala bilərəm sualından, mən dünyaya nə verə bilərəm, mənim qatqım nədir sualına keçirməkdir. Bu bir iş yoldaşınıza etdiyiniz kömək ola bilər. Paylaşdığınız bilik, kiməsə ayırdığınız zaman, göstərdiyiniz səmimi diqqət. Aha. Yəni bu maraqlı bir paradoksdur. Deməli, arzuladığın şeyə çatmağın yolu, onsuz da ona sahibmiş kimi davranmaqdır. Bu bir növ fake it till you make it prinsipinin daha dərin, fəlsəfi versiyası kimidir. Amma burada söhbət təkcə xarici davranışdan deyil, daxili vəziyyətdən gedir. Tamamilə. Bu əslində şuuraltını yenidən proqramlaşdırmağın bir yoludur. Siz davamlı olaraq mənə pul lazımdır deyə təkrarlayanda, şuuraltınız ancaq yoxluq mesajını qəbul edir. Amma birinə bilginizlə, vaxtınızla kömək edərək verdiyinizdə, şuuraltınıza belə bir siqnal göndərirsiniz. Məndə paylaşacaq qədər çox şey var. Bolluk buradan başlıyor. İstəməkdən deyil, artıq sahib olduğunu hiss etməkdən. Kıtlıq şuurundan bolluk şuuruna keçidin açarı budur. Siz kainata məndə artıq var mesajını göndərirsiniz. Deməli, ilk addım enerjinin axın yönünü dəyişməkdir. İçəri yox, çölə doğru. Bu, zehnimizdəki o yoxsulluq proqramını pozur. Yaxşı, bəs bu yeni bolluk hissini gündəlik həyatda necə qalıcı edə bilərik? Mənbə bununla bağlı nə deyir? Bu bizi ikinci addıma getirir. Hedeflediğimiz şeyi kimliğimize çevirmek. Ve bu büyük dramatik addımlarla olmur. Gündelik hayattaki yüzlerle mikro anlarda baş verir. Her gün küçük kararlar veririk. Bu e-poçta indi cevap verim yoksa təxirə salım. Düzdür. İclasda fikrimi bildirim yoksa susum. Bir fürsət yarananda mən bacararam deyim, yoksa hələ hazır deyiləm deyə düşünüm. Yəni, bu küçük qərarlar, onlar əslində bizim kim olduğumuzu şuuraltımıza pıçıldayır.
mən təxirə salan biriyəm, mən geri çəkilən biriyəm. Və ya əksinə, mən addım atan biriyəm, mən risk alan biriyəm. Dəqiq olaraq və rezonans məhz bu mikro anlarda formalaşır. Siz özünüz haqqında hekayəni hər gün bu kiçik seçimlərlə yazırsınız. Mənbədəki spikerin şəxsi nümunəsi bunu çox aydın göstərir. O, hormonal dəyişikliklər səbəbindən qısa müddətdə çox çəki alır və bu onun üçün böyük bir problemə çevrilir. Hə, bax bu hissə çox maraqlıydı. O deyir ki, nə qədər az yesəm də, idman etsəm də heç bir nəticə yoxdur. Çünki bütün günü güzgüyə baxır, tərəzidə çəkilir və zehnində tək bir kimlik var. Arıqlamaq istəyən artıq çəkili biri. Məli, tam olaraq o. Arıqlamaq istəyən adam kimliyinə ilişib qalır və kainat da ona bu kimliyə uyğun. Reallığı verir. Daimi mübarizə. Əli, arıqlamaq üçün daimi mübarizə. Bir gün bu vəziyyətdən o qədər bezir ki, radikal bir qərar verir. Güzgüyə baxmağı, tərəzidə çəkilməyi özünə qadağan edir və kimliyini dəyişir. Özünə deyir, sən arıqlamaq istəyən biri deyilsən. Sən sağlam həyat tərzini sevən və həftədə 2 dəfə pilatesə gedən birisən. Fokusu nəticədən kimliyə çevirir. Çox güclüdür. Yəni məqsəd arıq olmaq deyil. Məqsəd pilatesdən zövq alan insan olmaqdır. Bu, çox incə, amma çox güclü bir fərqdir. Və nəticə nə olur? Nəticə heyrətamiz olur. O, bu yeni kimliyini mənimsədikdən sonra 6 ay ərzində bütün artıq çəksini itirir. Özü də heç bir məcburiyyət hiss etmədən. Çünki artıq bir şeyi məcbur etmir. Sadəcə yaşayır. Bəli, sadəcə olmaq istədiyi insan kimi yaşayır. Bu, bütün sahələrə aiddir. Vəzifədə yüksəlmək üçün təlimdən təlimə qaçmaq yerinə öyrənməyi və inkişaf etməyi sevən biri olmaq. Çox pul qazanmaq üçün deyil, dəyər yaratmadan, problem həll etmədən dura bilməyən biri olduğun üçün çalışmaq. Gerisi onsuz da bu kimliyin təbii bir nəticəsi olaraq gəlir. Bu çox aydındır. Kimliyi addım-addım gündəlik seçimlərlə qurursan. Amma məncə bir çox insan üçün ən çətin məqam bundan sonra başlayır. Səbirsizlik. Biz ani nəticələr dünyasında yaşayırıq, yeni kimliyimizi mənimsiyirik, 2 dəfə pilatesə gedirik, sonra güzgüyə baxıb möcüzə gözləyirik. Mənbə bu tələyə qarşı nə məsləhət görür? Bax, bu bizi 3-cü və bəlkə də ən çətin addıma gətirir. Səbirsiz olmamaq və prosesi məcbur etməmək. Rezonans səssizcə və zamanla işləyir. Əgər zehniniz hələ də, nə oldu, niyə hələ nəticə yoxdur, deyə soruşursa, bu o deməkdir ki, siz hələ də köhnə tezlikdəsiniz. O, məndə yoxdur tezliyində. Yəni, səbirsizliyin özü də bir yoxluq siqnalıdır. Hələ arzuladığım yerdə deyiləm deyə qışqırır. Dəqiq elədir. Yeni kimliyi həqiqətən mənimsədiyiniz zaman o vəziyyətdə olmaqdan məmnun olursunuz. Nəticənin nə vaxt gələcəyi artıq o qədər də əhəmiyyətli olmur. Çünki prosesin özü xoş olur. Bəli, çünki siz onsuz da bu yeni kimliyi sevirsiniz və bu keçid dövründə bir müddət boşluqda qalmağı, yəni köhnənin getdiyini, amma yeninin hələ tam formalaşmadığını qəbul etmək çox vacibdir. Dərhal yeni bir iş axtarmağa, yeni münasibətə başlamamaq. Sadəcə olmaq və müşahidə etmək. Bəli, bir dövr o qədər çox pul qazanmağa fokuslanır ki, bunu bir növ məcbur edir. Hər an müştəriləri, hesabları düşünür və bu onu yorur. O, pul qazanmaq üçün çabalayan adam kimliyinə girir və bu çox yorucu bir enerjidir. Aha. Sonra bir müddət bu təzyiqi dayandırmağa qərar verir və tamamilə fərqli bir şeyə fokuslanır. Bir könüllülük layihəsinə başlayır. Yəni, yenidən birinci addıma verməyə qayıdır. Tamamilə zamanını, enerjisini bir fayda üçün sərf edir və nəticədə heç gözləmədiyi yerlərdən yeni iş təklifləri gəlməyə, gəliri artmağa başlayır. Çünki o, ehtiyacım var tezliyindən paylaşacaq qədər çoxam tezliyinə keçmişdi. Bu, çox önəmli bir sualı gündəmə gətirir. Mənbədə bir cümlə var idi. Hazırda həyatımda məcbur etməyi dayandırsam, ilk olaraq haradan başlardım? Bu, çox güclü bir sualdır. Çünki bəzən dayanmaq və fokusu dəyişmək davamlı qaçmaqdan və nəyisə sübut etməyə çalışmaqdan daha sürətli nəticə verir. Tamamilə. O təlaş içində olanda, özümüzü bir şeyə məcbur hiss edəndə, əslində yenə məndə bu yoxdur siqnalını göndəririk. Dayanıb fərqli bir şeyə fokuslananda isə yeni bir axın başlaya bilir. Bu, öz potensialımızı qəbul etməklə də çox bağlıdır. Bəli, və bütün bu
kimlik dəyişimi, öz potensialına sahib çıxmaq mövzusu mənbədə paylaşılan çox təsirli bir mətndən yekunlaşır. Bu, Nelson Mandela'nın prezidentlik and içmə mərasimindəki çıxışında istifadə etdiyi bir şeirdir. Bəli, Marianne Williamsona aid olan bu şeir, rezonans qanununun fəlsəfəsini mükəmməl şəkildə ifadə edir. Şeirdə deyilir ki, bizim ən dərin qorxumuz yetərsiz olmağımız deyil. Ən dərin qorxumuz Ölçüyə gəlməz dərəcədə güclü olmağımızdır. Bizi qorxudan qaranlığımız yox, işığımızdır. özümüzə soruşuruq. Mən kiməm ki, parlaq, möhtəşəm, istedadlı və təsirli ola bilim? Amma əslində sual belə olmalıdır. Sən kimsən ki, olmayasan? Bu sətirlər çox dərindir. Və bunu rezonans kontekstində təhlil etsək, məna daha da dərinləşir. Şeir deyir ki, bizim ən böyük qorxumuz öz işığımızdır, yəni öz yüksək tezliyimizdir. Biz bəzən ətrafdakıları narahat etməmək, tarazlığı pozmamaq üçün özümüzü kiçildir, işığımızı söndürürük. Düzdür. Amma bunu edərkən, əslində o sönük kimliyə uyğun vəziyyətləri və insanları həyatımıza çəkirik. Və əksinə, öz işığımızın parlamasına icazə verdiyimiz zaman, fərqində olmadan başqalarına da eyni şeyi etmək üçün icazə veririk. Bu bir növ domino effektidir. Sənin yüksək tezliyin ətrafındakıların da tezliyini yüksəldə bilər. Şeirin son cümləsi bunu çox gözəl ifadə edir. Öz qorxularımızdan azad olduqda, varlığımız heç bir cəhd göstərmədən başqalarını da azad edir. Bu, rezonansın ən təmiz formasıdır. Sadəcə olmaqla dəyişdirmək. Yaxşı, gəlin bütün bunları yekunlaşdıraq. Bütün bunların mənası nədir? Görünür, əsas məsələ fokusu, mən nə istəyirəm sualından, mən kimə çevrilirəm sualına dəyişməkdir. Bəli. Bu, bir gün hazır olmağı gözləmək deyil. Əvvəlcə o kimliyi geyinmək, bunu gündəlik kiçik davranışlarımıza yansıtmaq və sonra həyatın bizi təsdiqləməsini izləməkdir. Tamamilə doğrudur. Bu, arzuladığımız reallıqla daxili vəziyyətimizi, gündəlik qərarlarımızı və vərdişlərimizi eyni xəttə gətirməkdir. Və sizin üçün bizi dinləyən dəyərli insan bir düşüncə. Mənbə, bugün verdiyiniz qərarların kimə aid olduğunu soruşur. Sizin keçmişdəki versiyanıza, yoxsa olmaq istədiyiniz gələcək versiyanıza. Bu çox güclü bir yekundur. Elə isə, sabah qarşılaşacağınız kiçik bir qərar anını düşünün. Bu, bir e-poçta cavab vermək, bir söhbətdə fikir bildirmək və ya bir işdən imtina etmək ola bilər. O anda özünüzdən soruşun. Mənim olmaq istədiyim insan bu vəziyyətdə nə edərdi? Verəcəyiniz cavab nə qədər kiçik görünsə də əslində gələcəyiniz üçün verdiyiniz bir səsdir.